Oktyabrın 25-də Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının yığıncağı keçirilib. Toplantıda təşkilatı məsələlər və qarşıda duran vəzifələr müzakirə olunur. Yığıncağın əsas gündəliyini təşkilata yeni sədrin seçilməsi və birliyin nizamnaməsindən irəli gələn tapşırıqların yerinə yetirilməsi məsələləri təşkil edib. Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının və dünyasını dəyişmiş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Birliyin üzvlərindən Həsənağa Əliyev, Əli Hüseyn Şükürov, Ələşrəf Niftiyev, Zakir Abbas, Əyyar Tahirov, Xodaşirin Cəbiyev, Rafiq Məmməd və digərləri istər bölgə, istərsə də ölkə mətbuatında peşəkar jurnalist və yazar kimi tanınan Azərbaycan Jurnalistlər Birliyinin fəal üzvü, Yeni Həyat qəzetinin əməkdaşı Akif Ağayevin təşkilata sədr seçilməsini alqışlayıblar. Onlar bu seçimin təşkilatın fəaliyyətinə yeni dinamika yetirəcəyinə və istedadlı qələm sahiblərinin birliyin ətrafında daha sıx birləşəcəyinə əminliklərini bildiriblər. Əsas hədəfimiz paytaxtla yanaşı, əyalətlərdə də sağlam media mühitinin yaranmasına töhfə verməkdir. Əsas məqsəd olaraq vəzifəmiz ondan ibarətdir ki, regionlarda daha professional jurnalistlərin, yaradıcı insanların, qələm sahiblərinin aşkarlanaraq Azərbaycan Jurnalistlər Birliyi ətrafında sıx birləşdirməkdir. Çıxışlarda həmçinin sağlam informasiya mühitinin formalaşdırılması, yaradıcı rəqabətin təşviqi və peşəkar jurnalistikanın inkişafında rayon təşkilatlarının mühüm rol oynadığı xüsusi vurğulanıb. Daha sonra təşkilatın yeni sədri Akif Ağayev birliyin qarşısında duran vəzifələr barədə geniş çıxış edib. O, bölgə mediasının inkişafı, ictimai rəyin formalaşdırılması, eləcə də ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə jurnalistlərin operativ və obyektiv yanaşmasının vacibliyindən danışıb. Həmçinin jurnalist peşə etikası və sosial məsuliyyət prinsiplərinin qorunmasının zərurliyini qeyd edib. İnanırıq ki, bu təşəbbüs medianın inkişafına təkan verəcək, ölkə üzrə daha güclü, daha tevik informasiya axınının yaranmasına şərait yaradacaq. Tədbir zamanı jurnalistlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılır.